Eşit halda teneffüs zamanı orta yaşlı insanın ağciyərlərindən qana keçən o için həcmi 2 litrdir. Sərf etdiyi vaxt da x dəqiqədir. Bizə deyir ki, x-i hesablayın. Biz bilirik ki, 1 litrimiz deməli 1000 kub santimetrdir. 1000 santimetr kubdur. 2 litrimizdə ne kadar olardı? X olar. X de beraberdi 2000 kub santimetr. 2000 santimetr kub olacaq. Biz 2000 kub santimetrin hansı müddəti keçdiyini hesablayacağıq. Deməli, burada bir tənəffüs qursaq, bir tənəffüs hərəkətində nəfəs alanda qanımıza 25 santimetr kub, yəni 5% oksigen keçirdi. 2000 kub santimetr O2 hansı müddətə keçərdi? Hansı müddət yəni tənəffüs hərəkəti müddətini deyirik. X'de x bərabərdir. Buradan çıxır ki 80 tənəffüs hərəkətinə keçər. Tamam, bizdən vaxtı soruşduğu üçün bilirik ki 1 dəqiqədə 16 tənəffüs hərəkəti olur. 80 tənəffüs hərəkəti hansı müddətdə olacaqdır? 5 dəqiqədə olacaqdır. Düzgün cavab 5 dəqiqə.